Sabahınız xeyir əziz şagirdlər. Bugün 8-ci sinif yeni biologiya kitabının iş dəftərinin birinci mövzusuna baxırıq sizlərlə. Hüceyrənin kimyəvi tərkibi su mövzusunda. Birinci sualda karbohidrat, zülal yağ. Sizcə niyə bu birləşmələrə bioloji molekullar deyilir? Fikrini əsaslandır. Çünki canlı hüceyrələrin əsas tərkib hissələrini həmin bu zülal yağ, karbohidrat təşkil edir. Biz deyirik ki, onlar yalnız canlı orqanizmlərdə sintez olunur və həyat prosesində enerji mübadiləsidir, quruluşdur, tənzimləmə funksiyalarıdır. Bir çox funksiyalar ümumiyyətlə sadalaya bilərik ki, onlar da iştirak edir. Yəni, bu birləşmələrsiz həyat mümkün deyil. Digər suallara keçək. Düzgün verilmiş fikirləri işarələ. Bütün maddələr atomlardan ibarətdir. Doğru fikirdir. Eyni növ atomdan təşkil olunan maddələr həm də elementdir. Bu da doğru fikirdir. Karbon, oksigen, hidrogen və azot canlı orqanizmlərdə ən çox istifadə olunan elementdir. Bəli, bu da doğru fikirdir. Karbohidratlar, yağlar, zülallar və nuklein turşuları karbon əsaslı bioloji molekullardır. Bəli, bu da doğru fikirdir. Bilirsiniz ki, bu verilən cümlələrin hamısı mövzumuzda qeyd olunubdur. Su molekulu ümumilikdə müsbət yüklüdür. Xeyr, bu yanlış fikirdir. Suyun xüsusi istilik tutumu başqa mayələrə nisbətən yüksəkdir. Bəli, biz orada qeyd eləmişdik ki, kitabımızda da, mövzumuzda qeyd olunub ki, suyun xüsusi istilik tutumu var. Digər mayələrə nisbətən istilik tutumu yüksəkdir. Doğru fikir kimi qeyd edirik. Tərləmə prosesi bədən temperaturunun sabit saxlanmasında rol oynamır. Deməli, tərləmə prosesi bədən temperaturunun saxlanmasında rol oynamır. Yanlış fikir kimi qeyd edirik. Deməli, X işarəsi qoyuruq. Natrium klorid kimi birləşmələr suya müsbət və mənfi yüklü ionlar buraxır. Bəli, bu da doğru fikirdir. Toxuma mayesi, qan plazması və limfa orqanizm daxili mühitini təşkil edir. Bəli, bu da doğru fikirdir. Göllərdə buzun altındakı canlıların donmamasının səbəbi nədir? Fikrinizi əsaslandırın. Deməli, bayaq da biz qeyd elədik ki, suyun molekulları arasında zəif hidrogen rabitələri var və buna görə də su yüksək donma temperaturuna malikdir. Soyuduqda, ümumiyyətlə 0 dərəcədə biz bilirik ki, su donur və buz əmələ gəlir. Buzun sıxlığı maye suyun sıxlığından az olduğu üçün o suyun səthində ayrıca qat yaradır ki, bu qatın da altında suyun qalan hissəsinin donması ləngiyir. Və nəticədə də buzun altında həmin o canlıların donmasının qarşısı alınmış olur. Daha sonra keçək növbəti səhifəyə. Növbəti səhifədə uyğunlaşdırın, deməli bizə verildi. Süfrə duzudur, təbaşirdir, bir də ki şəkərdir. Süfrə duzu natrium xlor, deməli natriumla birləşdiririk, bir də xlorla birləşdiririk. Daha sonra təbaşir kalsiyumdur, karbondur, bir də oksigendir. Kalsiyum, karbon, oksigen. Şəkərin tərkibində isə karbon, hidrogen, oksigen. Karbon, hidrogen və oksigeni qeyd eləmiş oluruq. Verilmiş fikirlərin düzgün və ya yanlış olduğunu qeyd et. Su qida maddələrinin toxuma və hüceyrələrə çatdırılmasında əhəmiyyətli vasitədir. Bəli, bu doğru fikirdir. Yəni, düzgün yazırıq bu hissəyə. Mən indi hər dəfə yazmayacağım, sadəcə D və yaxud da Y hərflərinə qeyd edəcəm. Qızıl mis və qızıl atomlarından təşkil olunmuşdur. Bu yanlış fikirdir. Qızıl ilə qızıl atomlarından ibarətdir. Ona görə buraya yanlış qeyd edirsiniz. Oksigen atomu 8 elektron, 8 proton və 16 neutrondan təşkil olmuşdur. Bu yanlışdır. 16 neutron yox, 8 neutron olmalıdır. Ona görə bu da yanlış fikirdir. Natrium klorid suda həll olarkən əmələ gələn natrium və xlor ionların ətrafında su molekulları qruplaşır. Bəli, bu doğru fikirdir. Şəkər molekulunun suda həll olmasının səbəbi molekulun tərkibindəki karbon atomlarıdır. Xeyr, bu yanlış fikirdir. Onun səbəbi hidroksil qruplarının su ilə hidrogen yaratmasıdır, yəni hidrogen rabitəsi yaratmasıdır. Ona görə bu fikrimiz də yanlış fikir kimi qeyd olunur. Su və oduncaq borusu divarının səthi ilə su molekulları arasında cazibə mövcuddur. Bəli, doğru fikirdir. Hətta dərsliyimizdə ona aid bir şəkildə göstərilmişdi. Şəkildə də qeyd olunubdur. Xüsusi istilik tutumu suyun xüsusiyyətlərindən, demək, xüsusi istilik tutumu suyun xüsusiyyətlərindən deyil. Bu yanlış fikirdir.
deməli biz bilirik ki, suyun xüsusi istilik tutumu var və yüksəkdir. İstilik tutumu yəni çox yüksəkdir. Ona görə yanlış kimi bunu da qeyd edirik. Orqanizmdə kimyəvi reaksiyalar bilavasitə hüceyrədən xarici mühitdə toxuma mayəsində baş verir. Xarici mühit yox, orada daxil mühit olmalıdır. Ona görə yanlış fikir kimi bunu da qeyd edirik. Su tədricən toxuma və soyuma və isinmə xüsusiyyətinə malikdir. Bəli, bu da düzgün fikirdir. Keçin növbəti səhifəyə. Növbəti səhifədə digər mövzumuzdur. Digər mövzumuz hüceyrənin üzvü birləşmələridir. Birinci suala baxaq. Bütün canlı orqanizmlər üzvü birləşmələr dedikdə nə başa düşürsən? Fikrini əsaslandır. Biz qeyd elədik ki, bütün canlı orqanizmlər üçün əsas olan karbon tərkibli birləşmələr var ki, həmin birləşmələr canlı hüceyrələrin qurulmasında, həyat proseslərinin getməsində mühüm rol oynayır. Bura bunu qeyd edə bilərsiniz. İkinci sualda sualları cavablandırın. Üzvü birləşmələr canlı orqanizmdə hansı funksiyaları icra edir? Üzvü birləşmələr ümumiyyətlə karbohidratlar idi, zülallar idi, lipidlər idi. Məsələn, karbohidrat inşaat funksiyasını, tənzimləmə funksiyasını, dayaq funksiyasını, lipidlər inşaat həmçinin, sonra yenə enerji funksiyasını yerinə yetirirlər, bədən temperaturunun tənzimlənməsi, sintetik funksiya, mexaniki funksiya. Zülallar daha çox funksiyalar icra edirlər. Məsələn, həm enerji, həm inşaat, həm katalitik, hərəkət, daşıyıcı, müdafiə, siqnal belə deyək funksiyası, tənzimləmə funksiyası və s. Yəni çox zülalların funksiyalarının adlarını qeyd edə bilərik. Üzvü birləşmə dedikdə nə başa düşülür? Tərkibində karbon olan və əsasən canlı orqanizmlərdə əmələ gələn maddələrə biz üzvü birləşmə deyirik. Məsələn, zülallar, yağlar, karbohidratlar, nuklein turşuları və s. Üzvü birləşmələrin tərkibi əsasən hansı elementlərdən təşkil olunubdur? Üzvü birləşmələrin tərkibi karbondur, hidrogendir, oksigendir. Əsasən bunlardır, amma zülalların tərkibində biz demişdik digər elementlər də var. Eyni kimyəvi formulu fruktoza və qlukozanın fərqli bioloji xassəsi olmasının səbəbi nədir? Səbəbi odur ki, onların molekulyar quruluşu fərqlidir və buna görə də onlar müxtəlif bioloji və kimyəvi xassəyə malik olurlar. Üçüncü suala baxaq. Üçüncü sualda verilmiş molekulları forma müxtəlifliyinə görə adlandır. Birinci biz halqa formalı olduğunu görürük. İkincidə şaxələnmiş, üçüncüdə də şaxələnmiş formanı görürük. Bu molekulların skelet müxtəlifliyini nəyə əsasən müəyyən etdin? Biz bilirik ki, molekullardakı karbon atomlarının bir-birinə birləşmə forması var. Zəncir var idi və yaxud da halqa quruluş deyirdik. Daha sonra belə deyək də onlara birləşmiş qrupların, hidroksil qrupları, amin və yaxud da karboksil qruplarına görə biz müəyyən edirdik ki, bu şaxələnmişdir, bu halqa formasındadır və s. Daha sonra keçək növbəti səhifəyə. Növbəti səhifədə verilmiş molekulların adlarını yazın. Əgər diqqət eləmişsinizsə, bu şəkillər bizim sinif kitabımızda da qeyd olunubdur və qırmızı ilə verilən qlükozadır. İkinci molekul galaktozadır. Üçüncü isə fruktozadır. Digər suala baxaq. Bu üzvü maddələrin hər birinə aid fərqli xüsusiyyətləri qeyd et. Glukoza biz bilirik ki, fotosintez məhsuludur və tənəffüs zamanı enerji əldə etmək üçün əsas enerji mənbəyi hesab olunur. Hansı ki, 1 qram karbohidrat parçalananda 17,6 kilojul enerji ayrılır. İkinci galaktoza adətən təbiətdə ümumiyyətlə tək rast gəlinmir. Əsasən galaktoza süd şəkəri olan laktozanın tərkibinə daxildir. Fruktoza isə çox vaxt bitkilərdə olur fruktoza və xüsusilə də biz meyvələrin tərkibində fruktozaya rast gəlirik. Düzgün cavabı işarələ. Biz deyirdik ki, karbohidratlar bölünür sadə və mürəkkəb karbohidratlar. Sadə karbohidratlara monosaxarid, disaxarid, mürəkkəb karbohidratlar isə polisaxaridlərə aid. İndi gəlin baxaq. Selluloza polisaxariddir. Glukoza monosaxariddir. Nişasta polisaxariddir. Riboza monosaxariddir. Laktoza disaxariddir. Maltoza o da disaxariddir. Glikogen isə polisaxariddir. Keçək növbəti səhifəyə. Verilmiş fikirlərin düzgün və ya yanlış olduğunu qeyd et. Canlı orqanizmin hüceyrələrində bir-birinin əksi olan proseslərdən təşkil edilən kimyəvi hadisə və çevrilmələr maddələr mübadiləsi adlanır. Bəli, bu doğru fikirdir.
Şəkər canlıların fəaliyyəti üçün olan enerji ilə təmin edir. Şəkər biz dedik karbohidratdır. Karbohidratların da 1 qram parçanında 17,6 kilojul enerji ayrılır. Bəzi bizə enerji verir. Ona görə doğru fikirdir. Lipid yağlara aid üzv birləşmələrdir. Lipid yox, yağlar lipidlərə aid olan üzv birləşmələrdir. Ona görə yanlış fikirdir. Dezoksiriboza və riboza disaxaridlərin tərkibinə daxil olan üzv maddələrdir. Deməli, disaxaridlərin yox, bunlar nuklein turşularının tərkibinə daxildirlər. Ona görə yanlış fikirdir. Zülallar təkrarlanan eyni növ amin turşusundan təşkil olunmuşdur. Xeyr, eyni növ yox, müxtəlif növ amin turşusu. Ümumiyyətlə təbiətdə 150-dən çox 150 növ amin turşusu var ki, onun 20 növü insan orqanizmində, hansı ki zülalların biosintezində 20 növü iştirak edir biz deyirik. Gliserin lipidlərin tərkibinə aid üzvü maddədir. Bəli, bu doğru fikirdir. Bu yanlış oldu. Bu doğru oldu. Karbohidratlarla müqayisədə lipidlərdə hidrogenin oksigenə nisbəti daha çoxdur. Bəli, bu doğru fikirdir. Bu da əgər dərsimizi yaxşı başa düşərək öyrənmisinizsə, biz qeyd eləmişdik ki, karbohidratlarla müqayisədə lipidlərdə hidrogenin oksigenə nisbəti daha çoxdur. Doğru fikirdir. Nuklein turşular canlılarda irsi məlumatların qorunmasında və nəsildən nəslə ötürülməsində mühüm rol oynayır. Bəli, bu da doğru fikirdir. Hansı ki nuklein turşuları biz dedik DNT və RNT-dir. DNT 2 zəncirlidir, RNT 1 zəncirlidir, RNT növləri var idi, DNT növləri yox idi və s. Bunun haqqında çoxlu danışmaq olar nuklein turşuları haqqında. Nukleotidlərin tərkibində fosfor elementinə rast gəlinmir. Bu yanlış fikirdir. Hər bir nukleotid 3 hissədən ibarətdir. Azotlu əsas, karbohidrat və fosfat turşusu qalığı. Fosfat turşusu qalığının tərkibində biz fosfor elementinə rast gəlirik. Deməli, burada qeyd eləmədim doğru, burada isə yanlış dedik. Uyğunlaşdır. Biz nukleotidin bir nukleotidi görürük. Birinci hissədə fosfat qeyd edirik, hansı ki fosfat turşusu qalığı. İkinci hissədə karbohidrat yaza bilərik. Üçüncü hissədə isə hər hansı bir azotlu əsas qeyd eləyə bilərik. Uyğunlaşdır deyir. Lipidlər hansı hissələrdən ibarətdir? Gliseroldan və 3 ədəd yağ turşusu deyirdik. Nişastanın monomeri nədir? Nişasta karbohidratdır, monomeri glukozadır. Zülallar amin turşularıdır, monomerləri. Nuklein turşularının monomeri isə nukleotiddir biz deyirik. Deməli, bugünkü dərsimiz bu qədər. Növbəti videoda isə fermentləri izah eləyəcəm.